Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve tevella salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve sellem ve salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni ma allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Yeşil olarak Ayət-i Kürsi hansı ki, keçən 2 dərsdə keçdik onu geniş şəkildə, orada olan isimlər və sifətlər. Fayda olaraq gətirir ki, buradan çıxarılan fayda. Ayət-i Kürsidə ondan çıxarılan fayda. Birinci, infiraduhu bil-uluhiyyə. Allah Subhanahu və Teala'nı uluhiyyətdə təkləşdirmək. Yəni, ibadətin tək ona məxsus olduğunu təkləşdirmək. Bu faydalar hamısı bir dənə ayət kürsüdən çıxır. 2. İntifəu sinət və nəvm fil haqqı. Allah Subhanahu və Teala'dan yatmaq və ya mürgüləmək sifətini inkar etmək. Yəni ki, bu sifət onda yoxdur. Çünki bu naqis sifətdir. Çünki onun kamil həyatı və qayyumluğu var. Daimi diri olan. 3-cü, umumu mülk. Yəni, mülkün umumi olaraq nə qədər mülk varsa, Allah Subhanahu və Teala'ya məxsus olduğu. Allah Subhanahu buyurur, Ləhu mə fis-səməvət və mə fil-ard. Və buna aiddir. Yerdə göydə nə varsa ona məxsusdur. 4. İnfiradullahi azza və cələ bil-mülk. 4-cü odur ki, Allah Subhanahu və Teala'ya bunların hər birinin, yəni Allahın tək olmağı. Yəni, bu mülkdə heç kimin nəyi yoxdur, şəriki yoxdur. Yalnız Allaha məxsusdur. Və kimsə deyə bilməz ki, yəni ki, mən özüm qazanmışam, mənim özümün zəkam var idi, mənim özümün, belə deyək də, siyasətim var idi və s. və yaxud mən onu nədir? Qazandım. Yalnız Allahın verdiyi nədir? Mülk, nemətdən sonra. Sonra gətirir 5. Quvvatu sultan və kəməli. Onun sultanlığın hansı ki qüvvətli olması. Bax, sultanlığının qüvvətli olması. Hamı sultan deyə bilərsən. O sultan, bu sultan. Lakin Allahın sultanlığı nədir? Çox qüvvətlidir. Baxır, mən zəllədi yəşfəində ilə biizni. Yəni, gətirir ki, yalnız onun yanında, onun izni olduğu halda şəfaət ola bilər. Yəni, gör, bu boyda mələklər, peyğəmbərlər, insanlar və s. var. Heç biri onun izni ilə bir şəfaətçi ola bilməz. Bu da onun nə qədər qüvvətli sultan olduğuna dalat edir. Allah Subhanahu və Teala'nın nə qədər böyük, nə qədər qüvvətli olduğuna dalalət edir. Sonra faydalardan gətirir. İsbətul indiyyə. Allah Subhanahu Taala'nın yanında olmasını isbat eləmək. Yəni ki, sonra gətirir ki, Allahın izni isbat eləmək. İllə bir izni gəlir. Və sonra gətirir ki, ümumi olaraq Allah Subhanahu və Teala'nın insanın və yaxud nəyinsə gələcəyindən xəbərsiz olmamağı, yəni ki, daim nədir, xəbəri var, onun əzəmətliyinin kamil olması və qulun onun əhatə etməsinin nə qədər aciz olması, çünki orada deyir ki, onun izni, yəni onun verdiyi yalnız elmi əhatə elə bilər qul. Yəni, ondan artıq nədir? Və lə yuhituna bi şeyin min ilmihi illa bima şaa. Yəni istədiyi qədər nədir? Elmini verib götürüb əhatə edə bilərsən. Yəni başqa nədir? Mümkün deyil. Və həmçinin Allah Subhanahu və Teala məşiyyət, yəni istəyən, illə bima şaa sifətini nə etmək? İsbat etmək. Və sonra gətirir ki, həmçinin onun qüdrət və qüvvət sifətini isbatlan. Bax, gətirir ki, İsbatul əzəmətini və quvvətu və qudrətihi. Qüvvə və qüdrətini və əzəmətini ispat etmək. Demək, qüdrət və qüvvət eyni vaxtda gəldikdə yalnız kimə məxsusdur? Aydın oldu mu? Bax, gətirir ki, İsbətul əzəməti,
əzəmətliyini isbat etmək. Vəl-quvvəti vəl-qudrə. Qüdrət və qüvvət. Ona görə bunu eyni vaxtda kiməsə nə etmək olmaz? Tətbiq etmək olmaz. Güc və qüdrət və yaxud da qüvvət və qüdrət eyni vaxtda gəldikdə yalnız Allaha məxsusdur. Və həmçinin deyir, bu boyda aləmi qoruyub idarə etmək onun üçün nədir? Çətin deyil. Və bu da Rəbbinin nə qədər böyük və əzəmətli və nə qədər böyük qüvvət sahibi olmağına dəlalət edir. Və sonra gətirir ki, bəziləri ayədən götürür ki, əgər deyir, üçdürsə, dördüncüsü nədir? Odur. Bu ayəni bilirsiniz də, yəqin ki, minləri və tələ illə huvə rabi, üçsə dördüncüsü odur, beş isə altıncısı odur. Bəziləri bir də təhrik gətirir ki, bundan istifadə edirlər ki, Allah hər yerdədir. Amma bu nədir? Ən böyük nədir? Xətadır. Niyə? Allah öz elmi ilə hər yerdədir. Zatı ilə yox. Öz elmi ilə hər yerdədir. Çünki ayət-i kürsülə buna nədir? Dəlalət edir. Öz elmi ilə hər yerdədir və bu da nədir? Bidət əhlinə nədir? Rəddiyədir. Sonra Şeyx İslam İbn Teymiyyə gətirir ki, وَلْهَذَا كَانَ مَنْ قَرَأَ هَذِهِ الْآيَةَ فِي اللَّيْلَةِ لَمْ يَزَلُ عَلَيْهِ مِنَ اللَّهِ حَافِظٌ وَلَا يَقْرَبُهُ الشَّيْطَانُ حَتَّى يُصْبِحَ. Kim, İbn Teymiyyə rahimehullah belə bir baxır, kim gecə vaxtı bunu oxuyub yatarsa və ya oxuyarsa evində, Allah Subhanə və Teala onu səhərə qədər qoruyar, hətta şeytan belə ona yaxın düşə bilməz. Demək, kim bunu gecə oxuyarsa, biz bilirik ki, rast gəlmişik ki, məsələn, hədislərdə ki, kim bunu oxuyarsa üstünə nədir? Üfrər və yaxud özünə oxuyar və yaxud da ki, ora sehir nədir? Düşməz. Və s. Yəni, ayət kürsünün nədir? Əzəməti böyükdür. Lakin, xas gecə vaxtı oxuyarsansa, Rəbbin səni qoruyur. Və bu mühüm babdır. Səhərə qədər Rəbbin səni qoruyur və həmçinin şeytan sənə yaxınlaşa bilmir. Bu da mühüm məsələlərdəndir. Ki, əgər, bax, burada nə fayda çıxır, bir dənə bax, əgər gecə vaxtı bunu oxuyub yatarsansa, dünyanı dəyişərsənsə də, şeytan inşallah sizə yaxınlaşmır. Gəlsən faydanı. İbn Qayyim rahimehullah gətirir ki, Allahı əzəmətləşdirmək, onun əmrlərinə və qadağalarına təzim etməkdir. Təzim etməkdir. Bax, deyir, Allahı əzəmətləşdirməyin, onun qoyduğu əhkamlar ki, qanunlar var, ona sənin təzim etməyindir. Yəni, onu neynəmək? Əzəmət təzim edirsən ki, bu Rəbbimdən gəlir. Başda namaz. Başda namaz. Namazı elə gözəl şəkildə təzim eləyib, qılırsan ki, bu Allahın əmridir. Demək, Allahın əmri deyərək edirsənsə də, demək, Rəbbini əzəmətləşdirirsən. Və onunla ucalırsan. Ucaldığın zaman özünü rahatlaşdırma ki, mən bu məsələdə ucaldım. Çünki nə qədər sən qalxdıqca bir o qədər nədir? İblis hücuma keçir. Hər tərəfdən. Ona görə ölüm nədir? Ağır bir şeydir. Bu anda özünü rahat sayarsansa da ki, mən bu məsələdə rahatam, bilcəyən ki, artıq nədir? Sən uçurumdasan. Artıq uçurumdasan. Hər an nədir? Düşə bilərsən. Ona görə nə qədər sələflərdən gəlibdir, nə qədər yüksəlsələr də, insan imanında hiss eləyir. Vaxt var idi, gecə sübhə duran burada, durub qəzasını qılırdı. Amma zaman gəlir ki, gecə namazları qılır. Fərq eləyirmi? Mümkün də fərq eləmir. İnsan özündən bunu hiss eləyir. Lakin bununla rahatlaşma.
rahatlaşdıqcansa artıq nədir? Geriyə gedəcəksən. O görə həmişə duada etmək lazımdır ki, Allah subhanahu wa ta'ala nə qədər ki, üstün etdiyin əməlləri səndən məhrum etməsin. İstəyir namazları, istəyir sünnələri, istəyir sədəqəsi, zəkatı və yaxud da ki, hər hansı bir elmi və yaxud da dəvəti fərqi yoxdur. Hər hansı sahədə Rəbbin səni ucaldıbsa, nə etmək? İxlas istəmək və ondan məhrum etməməsini, nədir? Allahdan istəmək ki, Allahım, gecə namazına qalxıram, məni bundan məhrum etmə. Və yaxud da ki, bu iş görürəm, məni bu şeylərdə ixlaslı et, nədir? Məhrum etmə. Əgər məhrum olarsansa da, demək, problem nədədir? İxlasda. Problem ixlasda. Və ona görə də burada gətirir ki, Allah subhanahu wa ta'alənin əzəmətləşdirmə. Əslində, axırda nə deyir? Və huvəl aliyyul azim. O, uca və əzəmətlidir. Ucaldarsansa da əzəmətləşdirərsən. Və sonra gətirir ki, İbn Teymiyyə rahimehullah, niyə bunu deyirəm? Bu ayət kürsini oxu, Allah səni qorusun və iblis sənə yaxın durmasın. Çünki deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi, necə ki deyir, Əbu Hüreyrənin qıssasında deyir, oxulubdu qısa olaraq deyir, gətirirəm. Hansı ki, Əbu Hüreyrə onu tutur və deyir ki, sənə deyir, elə bir şey öyrədim ki, deyir, فَإِنَّكَ لَنْ يَزَالُ عَلَيْكَ مِنَ اللّٰهِ حَافِظ. Deyirsən, deyir, bunu oxuduqca deyir, Allah subhanahu wa ta'ala səni daimi olaraq qoruyacaqdır. Kim deyir bunu? İblis deyir. İblis deyir, səni Allah daim qoruyacaq. Kimdən? Özündən. Təsəvvür elə. Gör nəyi örgədir. Və tədəbbür elə bu ayəni, məsələni. Deyir ki, sənə elə bir şey örgədəcəm ki, yəni, Rəbbin səni məndən qoruyacaqdır bu şeydə. Yəni, bunu demək istəyir. Daimi, lən yəzəl. Daimi qoruyacaq deyir səni. Və lə yəqrabuka şeytan. Şeytan deyir, sağa yaxın gəlməyəcəkdir. Fikir ver, ha. Hatta tusbih. Gecəni oxuyarsan, düz səhərə qədər. Səhər oxuyarsansa, axşama qədər. Bildiyiniz kimi səhər axşam zikirlərində də nədir? Var. Və əxbərə Əbu Hüreyratan Nəbi sallallahu aleyhi ve sellem. Dəlik. Və buna görə deyir, Əbu Hüreyrə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemə bu haqda qissa etdikdə danışdı nə dedi? İnnəhu sadaqaq. O deyirsə doğru danışdı. Və huvə kəzub. Yəni yalancı olduğu halda sənə neyi dedi? Haqqı dedi. Doğrun dedi. Yəni bax ki, bu nə deməkdir? Yəni sən nə qədər işte bunun gecəni oxuyarsansa və günüzü oxuyarsansa da Allah səni lə yəzəl, məzələ yəzəl. Ərəb dili qrammatikasında kənə və onun axavatlarındandır. Kənə zalləmun axavatlarındandır. Yəni nə demək istəyir? Ləmməzəl lə yəzəl qrammatikada davamiyyətli olan bir şeydir. Qutarmayan, davamiyyətli olan bir şeyə deyilir. Sonra, yəni bu qiyamətə qədər gedəcək də. Yəni ki, tam hər şey qutarana qədər ki, yəni, nə qədər ki, bunu edəcəksən, ömrünün axırına kimi. Ki, lə yəzəl, mə yəzəl, Allah subhanahu wa ta'ala nədir? Səni qoruyacaqdır. Və sonra gətirir ki, ayəni bildirən ki, Allah subhanahu wa ta'ala əvvəldir, axırdır, zahirdir, batindir. Vəl-əvvəl, vəl-əxir, vəl-zahir, vəl-batin. وهو بكل شيء عليم. أول آخر دي هذه أربعة أسماء كلها متقابلة في زمان والمكان تفيد الإحاطة الله سبحانه وتعالى بكل شيء. أول وآخر وذلك في مكان ففيه الإحاطة الزمانية والإحاطة المكانية. Yani bu ona dalat edir ki, Allah subhanahu wa ta'ala əvvəldən də, axırdan da nə varsa da hər şey bilir və əhatə edir, qoruyur və yaxud da ki, idarə edir. Alimlər təfsir edir ki, əvvəl nə deməkdir? Əlləzi leysə qabləhu şey. Yəni, Allah subhanahu əvvəl dedikdə, baxın, görün, burada nə qədər böyük məna var. Yəni, ondan qabaq heç nə yoxdur. Ən birinci başda budur.
Allah subhanahu wa ta'ala əvvəldir. Ondan qabaq heç nə olmayıbdır. Ola da bilməz. Əgər ondan qabaq sən nəyisə iddia edirsənsə, olubsa, demək artıq neysən? Rəbbinə şərik qoşursan. Çünki ondan qabaq heç nə nədir? Ola bilməz. İkinci məsələ, o əvvəldirsə, hər şeyi yaradıb, idarə edir, yoluna qoyur. Elə deyilmi? Və ondan sonra ilah tutulanlar nə olur artıq? Heç nə. Bitmir. Çünki əvvəlcədən o yaradıbsa, sən onu necə eləyə bilərsən, onu şərik qoşasan? Yəni, belə məntiqi baxımdan, ağlı baxımdan götürsən ki, biri bir şeyi düzəldib, heç nədən deyirsən ki, sən də ona neysən, şəriksən. Çünki sən, mən xoşuma belə gəlir, mən belə istəyirəm. Belə bir şeydir də. Yəni, çıxardı da bütü, bu yaxşı oğlanıqdır, elə bunun adına bunu qoyaq ki, bu nədir? Olsun günəş, və yaxud da olsun su ilahı, və yaxud da nəsə. Yəni, bu özləridir. Fikirləşmir ki, bundan əvvəl o boyda kainatı, aləmi yaradan Rəbb var. Fikirləşmir, niyə? Çünki kafirdir. Basirət gözü bağlıdır, müşrikdir, fikirləşə bilməz. Çünki Allah subhanahu wa ta'ala onun qəlbini neynifdir, o şey üzrə bağlayıb. Və huna fəsələ isbət bin nəfki və cəalə hədi sifət subudiyyə və sifət səlbiyyə və qad zəkərnə fiyyə səbəqə ənə sifət subudiyyə əkməl və əksər. Limət və nəqulu fəssərəhə nəbi sallallahu əleyhi və səlləm təvhid uluhiyyə. Və ona görə deyir, artıq bu təfsirdə Peyğəmbər sallallahu əleyhi və səlləm bunun təvhid uluhiyyə olduğunu isbat edir. Yəni bütün hər bir şeyin Allaha məxsus olduğunu. Hətta ibadətin başda olaraq Allah'a məxsus olduğunu. Yəni ənəhə mutlaqatun. Yəni mütləq olaraq əvvəldir bu. Ondan sonra heç nə, ondan əvvəl heç nə ola bilməz. Əvvəldə odur, axırda odur. Burada artıq Peyğəmbər sallallahu aleyhi və səlləm onun nə qədər uca olduğunu və hər şeyin Rəbbi olduğunu ispat edir. Fəsər o Nəbi sallallahu aleyhi və səlləm əlləzi leysə bə'dahu şey və lə yətəvəhəm ənə hədə yədulu alə qayətil əxiriyyə lənə hunəkə əşyə əbədiyyə məxluqat. Yəni, gətirir ki, axırda da, yəni sonda da nədir? Heç nə, axır da odur. Yəni, bu nə deməkdir? Ondan əvvəl heç nə yoxdur. Sonra kainat yarandı, sonra aləm və s. və sonra bunlar dağılacaqdır. Dağıldıqdan sonra, hər şey məhv olduğundan sonra axır olaraq yəni kim qalır? Allah. Şu sual çıxır ki, cənnət də, cəhənnəm də əbədidir. Yəni, bunlar da nə olacaqdır? Əbədi olacaq, qalacaq. Onda necə? Onda odur ki, Allah subhanahu wa ta'ala onları yaradıb. Çünki əvvəl onlar var idi. Allah subhanahu wa ta'ala əvvəl olduğu üçün sonradan onları neyinlikdir? Yaradığında sonradan olandı. Sonradan olan məxluqatına özü istədi, lütf olaraq onun lütfündəndir ki, əbədi olaraq nədir? Qaldı. Yəni, sən onu deyə bilməzsən ki, bu da əbədidir, Rəbbimiz də əbədidir. Sən məsələyə bax ki, əvvəl nə idi? Allah yaratdı onu, əvvəl yox idi. Və yaratdıqdan sonra onu özü neynədi ona? Əbədi olaraq qalsın deyə özü istədi. Aydın oldu mu? Yəni ki, bunun hansı ki, bəzi şübhələrdir. Bu şübhələr də ona dəlalət edir ki, yəni batil şübhələrdir. Və həmçinin zahirə gəldikdə, Allah subhanahu wa ta'ala necə ki buyurur: "Vəllazi ərsələ rasulehu bil huda və dinil haqqı yuzhiru ala dini kulli." Deyir ki, o öz elçilərini doğru yol göstərsin və haqq din olaraq göndərmişdir. Yuzhir nədir? Bir növ burada nədir? Uca mənasındadır. Yəni dinini ucatmaq üçün. Allah subhanahu wa ta'ala dinini ucatsın deyə. Və həmçinin Allah subhanahu wa ta'ala rasulları öz dinini, öz haqq yolunu ucatsın deyə bunu göndərmişdir. Məsələyə deyir, baxdıqda bu Allah subhanahu wa ta'ala'nın ucalığını və hər şey bildiyini ispat edir, dəlalət edir. Bax, sən deyə bir dənə buna bax, fikirləş, gör nə deyir Allah subhanahu. Vəhəl qafurul vadud. O bağışlayan və sevindirəndir.
bağışlayır və sevindirir. Niyə sevindirir? Baxsan bu boyda günahlar edirsən, bu boyda şeylərdə. Səni bağışlayır, bağışladıqdan sonra nə edir səni? Sevindirir. Yəni, nə ilə sevindirir? Cənnətlə sevindirir. Müjdəliyir. Yəni, həqiqi tövbə edib gəlirsən. Sonra da onunla nə gətirir? O deyir, şan şöhrətli və uca ərşin nəyidir? Sahibi. Zul arşil məcid. Fəallu mən yurid. O istədiyini nədir? Edir. Və bunlar hamısı deyil, şəksiz iman gətirilən sifətlərdir. İstədiyini edir. Ona görə Allah subhanələ istədi bu əbədi qalsın deyə əbəd etdi. Niyə bunu gətirib İbn Teymiyyə? Rahiməhullah. Ona bağlayır ki, bu şübhələr atmayasan. Ki, niyə Allah belə etdi? Özü də əbədidir və bunu əbəd etdi. Əbəd etdi niyə? Fəali limə yurid. O istədiyi nədir? Edir. Lakin sən istədiyin kimi edib, nə də istədiyin kimi sifət verə bilməzsən. Allah soruşur, sorğu-sual edir, lakin sən sorğu-sual olunansan. Allah yedizdirir, lakin sən yeyənsən, yedizdirən deyilsən. Aydın oldu mu? Buna görə də bu deyir, Şeyx İslam İbn Teymiyyə bunu gətirməkdə hədəf, qəsd, yəni deyir, odur. Və həmçinin baxsan ki, ən ucadır. Səbbih ismə rabbikəl ə'lə. Uca Rabbinin adını tənzih et, tənzih olan, yəni hansı Sübhən nə deməkdir? Hər bir nöqsandan uzaq olan Rəbbinin ismi nə ilə? Uca. Əgər o məxluq cənnəti, cəhənnəmi əbədi olan elə bir ucadırsa və onu əbədiləşdirib ucaldırsansa da, o necə ola bilər ki, uca Allah onu yaratdı? Onun üçün ucamı olan bilər. Bax, görürsən necə gətirir? Hamısı nə edir? Bir-birinə bağlayır. Bax, deyir, niyə? Əlləzi xaləqə fəsəvvə. Nə deyir? Hansı ki, deyir, yaradılış, kamil yaradılış. Fəsəvvə. Kamil yaradılış ona nədir? Məxsusdur. O hansı ki, kamil yaradılış. Vəlləzi qaddərə fəhədə. Hansı ki, deyir, o deyir, onu qədərləndirdi və nədir? Yol göstərdi. Yəni, bütün bunların hər bir şeyini Allah subhanə və tealədən əvvəlcədən qədərlədi və insanlar da onun yolunu göstərdi. Ki, artıq haqq nədir? Budur. Və ona görə Şeyx İslam İbn Teymiyyə rahiməhullah bunları gətirməkdə qəsd, hədəf, yəni ona dəlalət edir ki, bu hamısı ayət-i kürsiyə nədir? Bağlı olan bir şeylərdir. Ki, Allah subhanə və tealə bu ayəsi çox əzəmətlidir. Çox böyükdür. Yəni, bunu elərsənsə, istər sübhdən sonra və ya gecədən sübhə Allah subhanə və tealə qoruyur. Hətta deyir, özünü ona sığortalayan iblisdən belə nə edir? Allah subhanə və tealə qoruyur. Sonra növbəti bir var gətir. Burada kifayətlənək. Allah subhanə bizi kifayədanlardan etsin. Subhanəkə Allahum həmd. Əşhədə və lə ilə istəğfirullah.